Daban ağrılarından əziyyət çəkənlər, ağrıdan dabanın yerə basa bilməyənlər videoya diqqətlə qulaq asın. Çünki sizə bu ağrılardan qurtulmağın yolunu göstərəcəm. Amma əvvəl ekranda gördüyünüz ürəyi zəhmət olmasa qızardın. Profilimin üzərində olan plus işarəsinə də toxunun ki, videoya ehtiyacı olan insanların qarşısına çıxsın. Deməli, bu ağrıların səbəbi daban bağlarının iltihabıdır. Yəni daban mahmızı, daban şiporu, daban mahmızı daban sümüyündən dabana doğru çıxıntı formada uzanan bir sümüktür. Ən əsas da səhər-səhər günə yeni başladığımız zaman, yəni yerimizdən durub ilk addımımızı attığımız zaman ağrının şiddəti daha çox olur. Ən əsas da artıq çəkilən əziyyət çəkən insanlarda, dik taban ayaqqabıdan çox istifadə edən xanımlarda, eləcə də günün böyük bir qismin ayaq üstə hərəkətdə olan insanlarda yaranır. Daban mahmızının müalicəsi qeyri-steroid, yəni iltihab əleyhinə təsir göstərən dərman preparatları ilə aparılır. Misal Dikloflex gel. Deməli, Dikloflex geli gündə 2 dəfə səhər-axşam dabanınıza çəkib saat əqrəbi istiqamətində masaj edirsiniz. 5 dəqiqə bitdikdən sonra növbəti 5 dəqiqə əlinizlə şapalaqlayırsınız. Yəni bir növ ev üsulu fizioterapiya uygulayırsınız. Bir neçə dəfə ardıcıl bu rutinlə dabanınızı müalicə etdiyiniz zaman ağrının şiddətinin azaldığını və tədricən itdiyini özünüz müşahidə edəcəksiniz. Diklofleksi ölkənin bütün apteklərindən rahatlıqla əldə edə bilərsiniz. Büdcəyə uyğun bir mazdır, bahalı bir maz deyil.